baxımından stres kontrolunu müəyyən qədər öz əlinizdə tutmuş ola biləsiniz. Və növbəti nüans təbii ki, bir qrup xəstəliklərdir. Hansı ki, bu xəstəliklər də direkt olaraq streslə çox əlaqəlidir. Bu qrup xəstəliklər hansılardır? Qan təzyiqidir, belə ki, həddən artıq təzyiqin yüksəlməsi, tibdə arterial hipertoniya deyilir bu duruma. İkincisi, şəkərli diabet. Üçüncüsü, insulin rezistentliyinin pozulması və piylənmə, kökəlmə. Və dördüncü, bütün bunları ümumiləşdirsəm, metabolik sindrom. Yəni, metabolik sindroma aid yenə təzyiqin yüksəlməsi, şəkər rezistentliyinin pozulması, daha doğrusu insulin rezistentliyinin pozulması, şəkərin yaranması və artıq çəki. Məhz bunlar insan orqanizminin normal fəaliyyətini pozan durumlardır və bunlar nəyə görə narahat edir və nəyə görə demensiya xəstəliyinə və yaxud da Alzheimer xəstəliyinə gətirib çıxarır. Bunun səbəbi ondan ibarətdir ki, məhz bu xəstəlikləri birləşdirərək